Highway'in ortasında kalmışam dostlar. Maşın xarab oldu. Yağ axdı yerə. Belənçinə ustalar işləyirlər. Birinci səfərdir başıma belə bir hadisə gəlir. Müştərini taksi ilə yola saldım. Dostumla getdim. Çox sürətli trasdır. Bizim sürətlə 120 kilometrlik trasdır. Burada maşın xarab oldu öz-özünə. Qalmışam highway'in ortasında. Maşınımda problem yarandı. Müştəri ilə idim. Məcbur oldum maşını saxlayım və maşını düzəltdim. Ustalar var, gürcülər. Onların yerində sizə göstərəcəm. Yəqin videonun sonrasında görəcəksiniz. Bu arada deyim, maşını mənim üçün dəyişmişəm çünki problem yaranmışdı. Gedə-gedə bir problem çıxdı. Maşın Toyota Prius'dur. 2015-ci il. Nəzərə alsaq ki 130 min, 136 min probek var üstündə. Mayılla, bu kilometrdən yəqin ki 200 min kilometrə yaxın eləyir. Belənçinə bir problem çıxdı ki, yazdı low oil pressure in engine. Yəni mühərrikdə yağ təzyiqinin azalması. Sonra çıxdı ki, check hybrid sistem və ondan sonra maşın başladı sürət itirməyə və mən maşını məcbur yolun kənarına çəkməli oldum. Nəzərə alsaq, bura highwaydir. Bura highwaydə dayanmışam. Ustalar gəliblər, indi baxacaqlar maşına, görək nədir problemi. Düzəldə bilməsələr əgər maşını towingdən servisə aparacaq.